Doğuş zamanı baş verən hər problem taleyə yazısıdırmı? Bəzən həkimin gizli müdaxiləsi, bəzən isə hamiləlik dövründə həkim təqibinin düzgün icra edilməməsi ana və körpəyə ciddi zərər vura bilər. Bu cür hallarda məsuliyyətin olub-olmaması konkret sübutlarla müəyyən edilir. Həkim təqibi sənədlərinin təhlili, əməliyyat protokolu, doğuşdan sonraki fəsadların araşdırılması çox vacibdir. Öz praktikamdan bir məsləni bölüşmək istərdim. Yeni doğulan körpədə infeksiyalaşma nəticəsində fəsadlar baş vermişdi. Valideynlər tərəfindən doğumu qəbul edən tibb müəssisəsi günahlandırılsa da, əsl həqiqət sonra bəlli oldu. Hamiləlik dövründəki analizlərin təhlili infeksiyalaşmanın ana bətnindən başlandığını müəyyən etməyə imkan verdi. Doğuma qədərki müalicə düzgün aparılmamışdır. Bəzən bir həkimin səhvi digər həkimi də əsassız olaraq təqsirli göstərə bilər. Ana və uşaq tibb sahəsində ən həssas mövzulardandır və xüsusi yanaşma tələb edir. Ona görə gəlin tibbi mübahisələrinizin həllində birgə addımlayaq. Tibbi mübahisələr üzrə ixtisaslaşmış vəkil Tural Musayev.